Hoş gelmişsiniz. Allah köməyiniz olsun. Öz istəyilik. Ben Əliyev Saliyə Füzuli rayonundan Qaşqınan məcbur köşkümdə yaşayıram. Şəhid Xəyal Əliyevin atasıyam. Kəşfiyyatçı üstadlığa. Qonşumun toydu, ürəyim açılıb gəlmişəm. Dinləyəm, həm sizi dinləyəm mən bunları. Füzulidən gəlirsiniz? Yox, mən burada yaşayıram. Məcbur köşkü kimi burada yaşayıram. Xoş gəldiniz. Sağ olun. Mənim ürəyim açıldı. Sizlər də gördüm, laf çox sağ olun, işıqlandırırsınız. Sizdən çox razıyam. Həmişə baxıram, görürəm ki, bu şəhid ailələrinin yandasınız. Ona görə sizə minnətdarım, qardaşım operatora da minnətdarım bildirirəm. Allah köməyiniz olsun. Siz də xoşbəxt olasınız. Qardaşım da xoşbəxt olsun. Bizim millətə toy nəsib olsun. Bu toya bizim millət layiqdir. Ona görə yaman gün bir də göstərməsin bizlərə. Bir də cavanlarımıza qıymasın Allah. Özü belə iş artığı versin. Həmişə toy olsun. Sizlər də gələrsiniz, bizlər də gələrsiniz. O bir yerdə iştirak edin. Başınızda diyorum. Atam, subay övlad var sizdə? Var, var. Oğlan. Neçə yaşı var? 34. Yavaş-yavaş. Nə güzel. Biraz uşağa yoldan gitmiştik. Necə? Uşağa yoldan gitmiştik. Yaxınlarda Allah qoysa ikimiz var. Bax görürsünüz, bu burada şəhid evidir. Bundan əvvəl də sentyabrın 20, yox, dekabrın 25-i. Orada görüşmüşdük ya, bəli. Orası şəhid evidir. Amma bir müddət sonra, yəni digər övladlar var, onları lazım. Şəhərlə getmək olmaz da, xeyir də lazım, toy da lazım ki, bizim gələcək nəsil artsın. Gələcək düşmanlarımızın qabağına çıxan oğlanlarımız olsun. Bəli. Və inşallah sizin övladınızın xeyirşi. Başınıza dönün. Mən sizlərlə fəxr edirəm, belə gözəl xanımlarla, qardaşlarla. Gəlirlər bizim bugün yanımızdadırlarsa, mən sizlə fəxr edirəm. Allah köməyiniz olsun. Minnətdarım. Çox sağ olun.